Salam, dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizi ayırıb kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir Nərimanov rayonu, Çəməcəmli küçəsində, Olimpik Starın yaxınlığında, Bakı City Hospitalın yaxınlığında, yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış bir mənzildir. İndi mən mənzildə olan bütün hər şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz, girişdən daxil olduqda sağda bu hissədə əyləşmək üçün və paltar asmaq üçün yerlər nəzərə alınıb. Girişdən dediyim kimi daxil olduqda sağda burada güzgülü qardırop mebelimiz yığılıb. Gəlin onun içərisini göstərim. Dərinlik də çox yaxşıdır, tam axıra kimidir. Yəni əşya, paltar, ayaqqabı, hər bir şeyi tam rahatlıqla yerləşdirə bilərsiniz. Bu hissədə tresuarımız var, böyük güzgü yerləşdirilib. Bu da tam axıra kimi gizli işıqla sağ və sol mebel daraqlardır. Aşağısı açarlıq. Şkafdır bu hissədə. Döşəməsi qranitdir, isti döşəmə ilə təchiz olunub. İşıqlandırmada spotlardan istifadə olunub burada. Buralar da yerləşdirilib. Dediyim kimi tam hazır mənzilli, sənədlər də qaydasındadır. Gəlin elə başlayaq. Qonaq otağından mən bir-bir bütün otaqları sizə göstərim. Artıq gördüyünüz bura mənzilin qonaq otağıdır. Ölçüsü yaxşıdır, təxmini 22-23 kvadrat olar. Yəni təxmini ölçünü nəzərdə çatdırıram. Gözəl də təmir olunub, təmirdən də sonra yaşayış olunub dediyim kimi. Burada nəyimiz var? Tvist'in burada yığılıb aşağı və sağ tərəflər şkafdır. Burada aksesuarlar üçün yer nəzərə alınıb. Onlar da yerləşdirilib. Tam hazır vəziyyətdədir. TV internet çıxış dediyim kimi burada nəzərə alınıb. Kondisionerin yeri qoyulub. Hazırdır. İstilik sistemi kombidir. Radiatorlarda hamısı tam hazır vəziyyətdədir. Mərkəzdə gözəl lüstrumuz var. Yenə spotlar da yerləşdirilib. Sağ divarda gözəl lefka işləmələr, dekor saat və eyni zamanda tablolarımız da yerləşdirilib. Və nəzərdə çatdırım ki, mənzil 2 otaqdan 3 otağa düzəlmədi. Ona görə mənzilin mətbəx hissəsi burada yerləşir. Qonaq otağından şüşə sürgülü qapı ilə ayrılır. Bura dediyim kimi mənzilin mətbəx hissəsidir. Deməli, təzə mətbəx böyüyünüz yığılıb. Gözəl rənglər də seçilib. Tam axıra kimidir, 3 hissədən ibarətdir. Yəni, içərisində göstərim şkafların dərinlik də ideal səviyyədədir. Üstü mərmərdir, qaz peçi, aspirator qoyulub. Hazırdır. Daxil olduqda sağ və sol tərəflərdə şkaflar yığılıb. Bu hissədə də gördüyünüz kimi eyni ilə soyuducun yeri burada nəzərə alınıb. Burada da deməli lüstr spotlar var, pərdələri asılıb, tam hazır vəziyyətdədir. Yəni mənzil ümumilikdə hazırdır, sadəcə əşyaları yerləşdirib yaşamaq qalır. Sənədlər də qaydasındadır, çıxarış, yəni kupça mövcuddur. Buradan mən sizə göstərim mənzilin sanitar qovşağını. Ümumi olaraq burada tam hazır vəziyyətdədir, içərisi də çox genişdir. Bütün aksesuarlar da qoyulub, duş kabinimiz yığılıb, burada nişanmaz, duş, gözəl maydadır, divarəçi unitaz. Yəni hər bir şey tam hazır vəziyyətdədir və burada təbii ki, isti döşəmə ilə təchiz olunub. Buradan keçək, mən sizə göstərim mənzilin birinci yataq otağını. Yataq otaqlarının ölçüsü yaxşıdır, yəni qənaətbəxşdir. Ölçü olaraq burada yerləşməni sizin nəzərə çatdırım. Taxtın yeri görürsünüz. Burada nəzərə alınıb tablomuz, gözəl lüstrumuz var burada. TV internet çıxış əks tərəfdə yerləşib. Buradan mənzilin eyvanına da çıxış var. Hər iki yataq otağından eyvanına çıxış var. Qapalı eyvanı var mənzilin. Göstərim, çox genişdir bu hissədən. Və yataq otağında burada şkafımız da var girişdən. Girəndə sol tərəfdə. Bu da tam axıra kimidir. Yəni əşya qoymaq üçün mənzildə kifayət qədər yeriniz var. Keçək mən sizə ikinci yataq otağını göstərim, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. Bura isə mənzilin digər yataq otağıdır. Yəni buranı əsas yataq otağı kimi istifadə edə bilərsiniz. Master bedroom, yəni digər yataq otağının ölçü olaraq böyükdür, ola bilər, yəni 3-4 kvadrat artıqdır. Genişlik də yaxşıdır, yəni dar uzun otaq deyil. Ona görə yataq dəhsini tam rahat yerləşdirmə imkanınız var. Bu hissəyə taxtın yeridir. Sağ, sol, yenə daraqlardan istifadə olunub, buralar yerləşdirilib. Ora şkafı yerləşdirə bilərsiniz. TV internet çıxışı əks tərəfdədir. Burada nəzərə alınıb. Bayaq dediyim kimi, buradan da mənzilin eyvanına çıxış var. Burada da hər şey hazırdır. Radiator, mərkəzdə gözəl lüstr, spotlar, hər şey hazırdır. Mənzil çox işıqlı mənzildir, göz yoran mənzil deyil. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatlarını bir daha nəzər çatdırım.
Yerləşir Nərimanov rayonu Yusuf Vəzir Çəmənzəminli küçəsində, Bakı City Hospitalın, Olimpik Stadionun yaxınındadır. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Ölçüsü 90 kvadratdır. 7-ci mərtəbədə yerləşir, sənədləri də qaydasındadır. Çıxarışı, yəni kupçası da var və mənzilin start olaraq qiyməti 295 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.